Bir kişi Həsən əl-Basri rahimehullahın yanına gəlir. Deyir ki, ey Həsən, mən eşitmişəm ki, hər bir günaha görə insana verilən cəza vardır. Lakin mən çoxlu günahlar etmişəm, amma Allah məni bu günahlara görə cəzalandırmayıb. Həsən əl-Basri rahimehullah buyurur ki, ey oğlum, Allah səni nə qədər cəzalandırıb, lakin sənin bundan xəbərin yoxdur. Kişi buyurur ki, bu necə ola bilər? Həsən əl-Basri rahimehullah buyurur ki, məgər Allah səni özü ilə ünsiyyətin şirinliyindən məhrum etməyibmi? Məgər Allahın kitabından bir aya oxumadan günlərin keçməyibmi? Məgər uzun gecələri namaz qılanlarla birlikdə namaz qılmaqdan məhrum olmamısanmı? Məgər Allah sənin dilini onu zikr etməkdən saxlamayıbmı? Məgər itaətlər sənə ağır gəlmirmi? Məgər günah etmək sənin üçün asanlaşmayıbmı? Məgər axirət həyatını unudub və artıq bu barədə düşünməyi tərk etməmisənmi? Kişi təəccüb içində deyir ki, bəli, yəni bunların hamısı məndə var, bunların hamısı məndə olur. Həsən əl-Basri rahimehullah buyurur ki, bax cəza budur. Bax cəza budur. Allah Taala'nın qullarına verdiyi ən böyük cəzalardan biri onları Allaha itaətdən məhrum etməsidir. Allah-u Teala Quran-ı Kərimdə Tövbə surəsinin 46-cı ayəsində münafiqlər haqqında buyurur ki, əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq onun üçün hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Və onlara deyildi ki, evdə oturanlarla bərabər siz də evdə oturun. Yəni Allah Teala nə vaxt ki onların o ağır davranış istəksizliyini gördü, onları o itaətdən məhrum etdi. Əksər insanlar elə bilir ki, cəzalar mütləq mala və cana gəlir, yəni gözlə görülən, hiss olunan bir şey olmalı. Lakin bəzi mənəvi cəzalar vardır ki, onlar maddi cəzalardan, fiziki cəzalardan daha şiddətli olur.